Bir Brawl Stars videosunun hamınızı salamlayıram. Bu videoda çox maraqlı bir konsept eləyəcəyik. Konseptimiz nədir? Oyuna giririk, rəqibimiz gəlir, rəqibimiz uduzluq fərqi yoxdur. Rəqibin karakterlərini gələn oyun seçirik. Məsəl üçün Tick, Ems, Frank məsələn. Gələn oyun biz də Tick, Ems, Frank alaraq davam edirik. Və sizin də ağlınızda belə maraqlı konseptlər varsa yaza bilərsiniz. Biz də o konseptləri oynayarıq. Onda bu video üçün sizdən 100 like istəyirəm. Keçən videoya 100 like çox tez gəldi. Amma təşəkkür edirəm. Kanala abunə olmağı da unutmayın. Onda biz heç vaxt itirmədən ilk oyunumuza başlayaq. İlk oyunumuz hal-hazırda başlayır. Rəqibdə Colt var, Brock var, Colette var. Adı unutmuşdum. Deməli, əgər biz gələn oyunda özümüz bu karakterləri alacaq. Colt, Brock, Colette. Bu üçünü də gələn oyun biz alacaq. Onda mən bu Colt'u kəsim. Colt getdi. Bunu da kəsək. Ulti ayda ulti basmağa çalışdım ya ultini. Yenə də bir dənə round udmuşuq. Tez-tez bunlara gedək, kəsək. Gələn oyun Colt'u bir də qaydamız var. Yıldız oyunçu kim olsa o seçir ki, məsələn kim Colt alsın, kim Brock alsın. Yıldız oyunçu kim olsa o seçir. 2 nəfər qalmışıq da elə. Hardadır bunlar? Ayda Colette problemlidir. Ayda yıldız oyunçu mən olmaq istəyirəm. Ayda yıldız oyunçu kimdir görəsən? Yıldız oyunçu mən olsam mən seçirəm. İkinci oyunumuz hal-hazırda başlayır. Rəqiblərimiz gəldi. Bizim karakterlərin kupası zad bəzən az olur. Görürsünüz mənim karakter taxta liqdir. Gələn oyun yıldız oyunçu olsam Poco'nu özüm alacağam. Əslində çox yaxşı karakterdir Poco. Rəqibin karakterlərini alırıq. Bu tərəfdə Pusan var. Özüm nə qədər vaxtı Colette oynamıram. Colette həqiqətən çox yaxşı karakter. İndi kupasının az olmasına baxmayın. Mən digər hesablarda kupası çox idi. Poco'nu kəsək burada. Hop, Poco kilin məndir. Kilin məndir qəşəng. Colette ilk gələnlər xatırlayır. İlk gələndə çox zəif idi Colette, çox gücsüz idi. Amma indi bu ilk gələndə çox zəif idi, sonradan gücləndirdilər. Buradan vuraq. Canı çox olanda çox vururuq. Ayda nətər kəsdi bizimkini. Aksesuarı var, görürsən görünməz olur. Gəldiyi an ultiyi atacağam. Vurun buradan. Bir də mənim bir dənə xəyalım var, Supercell partneri olmaq. Düz abonəm çox azdır onun üçün. Amma abunə olaraq dəstək ola bilərsiniz Supercell partneri olmağıma. İnşallah olarıq bir gün Azərbaycanın ilk Supercell partneri. Buradan gəlir. Hop. Ayda dayan. O son saniye nətər kəsdim özüm də bilmirəm. Bu tərəfdə pusmuş ola bilər ya da burada. Qəşəng ulti atdı. Hop. Qəşəng ot atdım amma palet eləməyin də. Oyunumuz hal-hazırda başlayır. Surge, Kenji və Byron gəlibdi qarşıya. Gələn oyunda biz bu karakterləri alacağıq. Mənim Poco 3 səviyyə idi. Belə çox ciddi rasxod edib 6 səviyyəyə yüksəltdim. Bu rasxod həqiqətən çox böyük idi. Hesabım çox gücə düşdü. Ona görə də rəqibi kəsmək lazımdır. Surge APK edirsə onu Yox. Elə bildim APK edir. Canım da yoxdur 6 səviyyəyəm olan. Bizdə də belə bir şey var. Takım arkadaşlarımızın karakteri güclü olanda, məsələn main karakteri olur, yüksəltdiyi karakteri olur. Bizim karakterimiz zəif ola bilər. Ulti attım amma ölməməli idi. Byron salam sənə. Vura da bilmədim. Niyə gəlirsən elə? İlk oyunu da uduzmuşduq da deyəsən. Surge gəlir. Hasarım yoxdur. Bir dənə kill alıb bizimkilər əlasız. Kostüm hiperşarj. Bu kostümü də deyəsən pulsuz veriblər. Pulsuz veriblər də, yəni hesabımda var, mən bilmirəm. Ultini çıxartdım əlimdən. Bu Surge'ü buradan darlaya bilsəm. Byron Surge'ə vurub yerini göstərir. Surge'ə bax aşağıdan çıxdı. Onu kəs. Sonra kəsmək çətin olacaq. Qəşəng Surge var. Görünməz ol get, görünməz şəkildə oralardan çıxacaq. Arxadaya otduqdadır, oradan tullanacaq. Bax bu küp var, bax vurduğu yer, oradan indi çıxıb tullanacaq. Ayda, eybi yoxdur. Üçün oyun hansı rəqib düşdüyünü ekrana qoyuram, hansı rəqibin karakterlər düşdüyünü. Amma o oyunu paylaşa bilmirəm. Niyə o oyunu paylaşa bilmirəm? Çünki başlayan kimi uduzduq, yəni heç belə çox maraqsız alındı. Ona görə də bir də şey məsələsi var. Bəzilərimizin karakterinin leveli az olur, bəzilərininki çox olur. Bunu Piper'ı kəsək.
Piper sen getdin. Ayda yaxınlaşdı ye. Ayda 2 vs 1 atmalısan. 2 vs 1. 2 vs 1 vur. Bir vuruşluq canı qalıb. Karl getdi. Qəşəng qaç. Bax 2 vs 1 ata bilsin, halal olsun. Qalaqranın var. 10 vuruşu əlindən çıxmalıdır. Angelo da çətindir. O suyun üstündə dayana bilir. Oyun sonu avantajı var. Gülləsini əlindən çıxartsın. Gülləsi əlindən çıxıb. Qəşəng səbirli gözlə. Gülləsi hindi vaxtıdır. Kəs, ay sağ ol. Əla. 2 vs 1 atdı. Halal olsun. Qəşəng 2 vs 1 atdı. Aksesuarı mən niyə işlətdim? Qəşəng. Yox, qalx. Robota qalx. Ayda yox. Karl son saniyə. O nə idi? Bitəri. 4-cü oyunumuz hal-hazırda başlayır. 4-cü oyun idi da hər halda. Səhv xatırlamıram, 4-cü oyunumuz idi. Angelo mən aldım. Taxta renkli gördüyünüz kimi. Amma 7 səviyyədir. Çünki mən oyunu siləndən sonra baxıram karakterlərin leveli öz-özünə artıb. Baxıram ems vurma. Baxıram öz-özünə kostyumlar zad gəlir da öz-özünə. Angelo da amma çox yaxşı karakterdir. Həqiqətən usta karakterdir da. Elə hər adam oynaya bildiyi karakter deyil. Ayda sıxışdırıblar bizi. Əməlli. O emzi vura bilsəm, yox, ayda ems ölür. Ölürdü daha doğrusu. Hop. Ayda. Yox, mən bu oyunu çevirməyə çalışacağam əlimdən gəldiyi qədərindən. Ayda 2 nəfər qaldıq indidən. Ayda çox pis uduzduq. Əlimdən gələn elədim, amma çox pis uduzduq. Buna bax, kill ala bilməmişik. Son oyunumuz da hal-hazırda başlayır. Mənim karakter 1 səviyyədir və bu kostyum məndə hardandır? Bax, bu əsas sual mənbəyidir. Bu kostyumlar hardan gəlir? Bu kostyum məndə heç yox idi, yəni heç oynamadığım karakterdir. Gəl bura, Colt. Ayda 2 nəfər qaldıq. Buradan vurun bunları. Edgar'ın ultisi gələ bilər. Mən niyə hasarım yoxdur? Qəşəngsən. Birin get. 3 vs 1 atmalısan. Birini öldürmüsən, ikisi qalıb. İtalyanın var. Ayda var, amma divara itələyə bilsəydi. Edgar toksiklik elədi bizə. Fisio da onun qanı getdi. Deyəcəm nətər qanı getdi ki, bir level karakterdən nağara bilərəm ki. Yox. Mən niyə başlayan kimi ölürəm? Ultiyə atdığım fasona bax. Heç belə yararlı bir nöqtəyə də atmamışam ha ultini ki, takım arkadaşlarım heç olmasa bir gram xeyri dəysin. Bu deyəsən ən çox uduzduğumuz video oldu, amma olsun, maraqlı video oldu məncə. Gələn bölümdə bunun hesablaşma dəyini formasını eləyəcək. Hesablaşmada kim udsa məsələn sona qalan takım. Onu eləyəcək. Bir də sizin də maraqlı fikirləriniz varsa yazın şərhlərə. Yəni hansı oyunları oynayaq, nələr oynayaq. Yəni hansı belə challenge-ları keçirək. Siz də onların fikrinizi yaza bilərsiniz. Kulübümüz də açıqlamada var, qatılmaq istəyənlər. Birini də kəsdi, qəşəng. Kulübümüzdə deyəsən bir nəfər boş yer var, bir nəfər. O da səhər uşağın birini atdılar. Niyə atdılar heç özüm də bilmirəm. Qəşəng qazandıq. Qazanmadıq. Hələ bir oyun daha var. Mən elə bilim qazanmışıq. Yox. Byron gəbla. Deyəmədim, gəbra. Hasar verim. Yox. 180 vururam. Otonu köklə. Qəşəng. O son oyunumuz. Baxaq nə qədər hasar vermişəm. 10.000 hasarı bitər vermişəm, 0 kill. Onda bu videoda bizdən bu qədər olsun. Gələn videolarda görüşmək üzrə. Kanala abunə olaraq mənə çox dəstək ola bilərsiniz. Fikirlərinizlə şərh bölməsinə yazın. Hansı oyunları oynayaq, nətər oynayaq. Yəni challenge fikirləriniz varsa yazın. Onda gələn videolarda görüşərik.